Elektrikçi olmağı öyrənməkli iş var yoldaşlar. Nə mənadır, nə deməkdir bu? Gəlin biraz da sizə aydınlaşdırım. Deməli, elektrikçi işidir. Elektrikçi, daha doğru desək, elektrik üzrə köməkçi işidir. 600 manatlıq bir işdir yoldaşlar. Binəqədi rayonundadır. Bu 20-35 yaşlı bir şəxslər üçündür. Amma burada diqqət etməniz gerəkən məqam bunlar var ki, yoldaşlar, sizdən şərtləri yoxdur ki, elektrik üzrə təcrübəniz olsun. Bu iş elektrik işlərinə marağı və öyrənməyə həvəsi olan şəxslər üçündür. Orta təhsilli olmalısınız ən azı. Alətlərdən istifadə etməyə bacarmalısınız. Misal üçün, tornavidadan. Bu da demək olar əksər kişilərin bacardığı bir işdir. Əgər bu işlərə meyillisinizsə, bir işiniz yoxdursa, bir ixtisasa yiyələnmək istəyirsinizsə, baxın, belə bir iş fürsəti var. Həm işi öyrənə bilərsiniz, daha da peşəkarlaşdıra bilərsiniz, bir sənətə yiyələnə bilərsiniz, həm də orta əmək haqqılı bir iş sahibi ola bilərsiniz. 600 manatlıq Binəqədi rayonunda bir işdir. Bu işə də müraciət edəcəksinizsə və ya digər işlərlə də tanış olmaq üçün ümumiyyətlə iş tapmanızı çətinə çəkirsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz buradan harda görsəz kanala daxil olun, Torlacı var kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.